Hazırda Ermənistanda 4-cü Respublika qurulur. Global Info-az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı İşxan Saqatelyan deyib. O iddia edib ki, sözügedən Respublika Türkiyə və Azərbaycanın iradəsi ilə formalaşdırılır. Stat: 4-cü Ermənistan Respublikasının formalaşdırılmasında Türkiyə memar, Azərbaycan isə konstruktor rolundadır. Avropa ölkələri bu layihənin dizaynı ilə məşğuldur. Statın sonu. Qeyd edək ki, erməni siyasi düşüncəsində uzun illər ərzində Böyük Ermənistan ideyası mühüm yer tutub. Bu yanaşma Azərbaycan və Türkiyədə daxil olmaqla qonşu ölkələrin ərazilərinə dair iddialarla müşahidə olunub. Məhz bu səbəbdən rəsmi Bakı və Ankara Ermənistanın konstitusiyasından ərazi iddialarını ehtiva edən müddiaların çıxarılmasını vacib şərt kimi irəli sürür. Bununla yanaşı, 44 günlük müharibədən sonra regionda yeni geosiyasi və siyasi reallıqlar formalaşıb. Azərbaycanın müharibədən sonra əldə etdiyi nəticələr və bölgədə artan siyasi çəkisi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində Azərbaycanın müəyyən tələblər irəli sürməsinə imkan yaradır. Bakı bu tələbləri regionda uzun müddətli sülhün və sabitliyin təmin olunması ilə əlaqələndirir. Bu baxımdan Azərbaycanın Ermənistan qarşısında konkret siyasi və hüquqi şərtlər qoyması regionda formalaşmış yeni reallıqların müsbət nəticəsi kimi qiymətləndirilə bilər. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.